Dini qurumlarla iş üzrə Dövlət Komissiyası məscidlərin sayının məhdudlaşdırılmasını təklif eləyir. Gündəm 24 Milli Azə istinadən xəbər verir ki, söhbət Qırğızistandan gedir. Bu addımın atılmasının əsas səbəbi yerli əhalinin ehtiyaclarına uyğun olmayan şəkildə mərkəzləşdirilmiş qaydada dini tikililərin inşa edilməsidir. Həmin məsələ ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim olunub. Layihəyə əsasən dini tikililər arasında müəyyən məsafə standartlarının tətbiq edilməsi təklif edilib. Bu qaydalara görə şəhər və rayon mərkəzlərindəki məscidlər bir-birindən ən azı 4 kilometr uzaqlıqda olmalıdır. Kəndlərdə isə bu məsafənin 2-3 kilometr olması nəzərdə tutulur. Layihə çərçivəsində vurğulanıb ki, yeni qaydalar qüvvəyə mindikdən əvvəl inşa edilən dini tikililər bu məhdudiyyətlərə tabe olmayacaq və sökülməyəcək. Bu təşəbbüs 2021-ci ildə başladılmış dini tikililərin qeydiyyata alınması kampaniyasına əsaslanır. Həmin dövrdə rəsmi qeydiyyatı olmayan 644 məscid, ibadət evi və digər dini obyekt qeydə alınmışdı.